Yalancı pəhləvanın nağılı. Biri var idi, biri yox idi. Şamil adlı gömbul bir oğlan var idi. Şamilin ata-anası bütün günü sahədə işləyir, o isə nənəsi ilə qalırdı. Nənəsi də onu çox istədiyindən bütün günü yedirdirdi. Uşağın ağzı bekar dayanmaz, bütün günü işlərdi. 12 yaşı olmasına baxmayaraq Şamil elə kökəlmişdi ki, qapıdan yana çevrilib keçirdi. Ata-ana oğlanlarını çox yeməyə qoymurdular. Artıq nənə də Şamilə deyirdi ki, az ye, gör nə boyda olmusan. Görəndəki nəvəsi onu eşitmək istəmir, götürüb yeməyi gizlədirdi. Şamil bunu hiss etdikcə daha da acı gözləşirdi. Gizlincə əlinə nə düşürdüsə yeyirdi. Vay o gündən ki, təndirə çörək salınaydı. Şamil tez özünü verəcəkdi təndirə, bişən çörəkləri bir-bir ötürəcəkdi qarnına. Biri də deyəndə ki, çörəkləri yedin qurtardın, andaman eləyəcəkdi ki, cəmi bircə dənə çörək yiyib. Ta ki, anası onu təndirin üstündən qovana qədər isti çörəkdən yiyəcəkdi. Hələ heç kəs bilmirdi ki, Şamil nə qədər çörək yesəydi, doyardı. Günlər beləcə keçir, Şamil isə günü-gündən şişir və ağırlaşırdı. Bir gün şahın carçıları car çəkdilər. Hökümdarın əmri ilə yarışma keçiriləcək. Günortadan sonra bütün uşaqlar meydanda olmalıdır. Bütün cavanlar meydana çıxdı. Qayda ilə bütün uşaqlar yarışdı. Şamil yaxşı bilirdi ki, onun uduzmaqdan başqa əlindən heç nə gəlməyəcək. Hamı da ona gömbul deyib ələ salacaq. Buna görə də qərara gəldi ki, gizlənsin. O evdə gizlənsəydi tapacaqdılar onu və qorxaq deyə biabır edəcəkdilər. Ona görə də nənəsinin məsləhəti ilə getdi körpünün altında bir kolluqda gizləndi. Yarışın başlamasına görə zurna balaban səsini eşidən kimi biraz sakitləşdi ki, yaxşı ki məni tapmadılar, canım qurtardı. Elə azca oturmuşdu ki, gördü acından ölür. Özü ilə gətirdiyi yemək boğçasını açdı və nənəsi qoyan pendir çörəyi soğanla elə iştaha ilə yedi ki, elə bir dünyada ən ləzzətli yeməyi yedi. Doymasa da yeməyi qurtardı. Nənəsinin qarasınca deyinə boğçasını bağladı. Yeməyin üstündən nənəsinin sıxıb qaba tökdüyü nar suyunu içmək istəyəndə, qabı əlinə alan kimi gördü ayağının altında bir yoğun ilan fısıldaya gəlir onun üstünə. Nar suyunu yerə qoymayıb heyfi gəldi. Qorxdu ki, ilan onu içər. Tez nar suyunu qoynunda gizlətdi və tez tullanıb körpünün altında sallanan ipdən yapışdı. Yombul adam olan nazik ip. Azca keçmişdi ki, ip qırıldı. Şamil gürulu yubbaz düşdü gür axan çayın içərisinə. Güclü axan çay Şamili üzü aşağı aparmağa başladı. Oğlan çayın içərisində özünü güclə daşlardan qoruyaraq, axır ki, çayın dayaz bir yerində sudan çıxdı. Şamil təzəcə sudan çıxıb çay yuxarı gəlirdi ki, şahın adamları onu əhsən deyə alqışlayaraq qolları üstünə aldılar. Çayın aşağısından meydana qədər qolları üstündə aparıb, şahın hüzurunda yerə qoydular və dedilər: Şah sağ olsun, bu oğlan gömbul olmağına baxmayaraq çay yenişə qaçıb və hamıdan qabaq dəyirmana çatıb. Şah da ona afərin deyərək əmr etdi ki, pəhləvanlar sonraki yarışmaya başlasınlar. Şamil çox çətinliklə başa düşdü ki, yarışlardan qalib çıxan pəhləvanlar dəyirmana qədər qaçıb ötüşməliymişlər. Şah adamları elə bilirlər ki, hamıdan tez qaçıb dəyirmana birinci çatan Şamildir. Onu qolları üstünə alıb gətirirlər şahın hüzuruna. Axırıncı yarışmaya görə dəyirmana ən tez çatan iki pəhləvan da axırda bir-birləri ilə güləşməliymişlər. Yarış da onunla bitirmiş. Lap sonda bütün sınaqlardan qalib çıxmış pəhləvan şahın ən qızğın öküzü ilə döyüşməliymiş. Oradan da qalib çıxarsa, şahlığın pəhləvanı elan olunacaqmış və şah xüsusən həmin pəhləvana tikdirdiyi imarəti bəxşiş verəcəkmiş. Bütün bunları eşidən Şamil çəkildi bir qırağa. Hardasan ay nənə, gəl köməyimə deyib hönkür-hönkür ağlamağa başladı. Bu vaxt yarışmanın ən güclü pəhləvanı, hündür boylu, enli kürəkli bir pəhləvan Şamilə yaxınlaşıb dedi: Bizi güləşməyə çağırırlar. Sən də burada hönkür-hönkür ağlayırsan. Ağlamağının səbəbini bəlkə mənə də deyəsən. Şamil pəhləvanı görən kimi özünü itirdi. Qorxusundan ağzına gələn yalanları danışmağa başladı.
Mənim müəllimim dünyada bütün pəhləvanların arxasını yerə vuran xərəz pəhləvan olub. İndi isə o dünyasını dəyişib. O həmişə mənə deyərdi: kiminlə döyüşürsən döyüş, amma həmən adamı mütləq öldürməlisən, yoxsa o dünyada mənim yanıma üzü qara gələcəksən. Sən də çox cavansan, səni öldürməyə əlim gəlmir, ona görə də ağlayıram. Bu sözləri işdən pəhləvan da kövrəldi. Fikirləşdi ki, düzdür, o hələ nə yaşayıb, indidən ölsün. Tez ayağa düşüb Şamildən soruşdu: düz deyirsən qardaş, mən heç özüm də ölmək istəmirəm, bəs onda neyniyim? Şamil cavabında dedi: mənim gözüm qızanda heç kəs məni sakitləşdirə bilmir. Belə elə, mən sənin üstünə gələn kimi sən özünü elə göstər ki, güya vuruşursan, amma əslində mənə heç bir şey eləmə. Birdən bilməzsən mənə toxunarsan, gözlərimi qan tutar, heç nə görmərəm. Sonra demə ki, mən səni xəbərdar eləməmişdim. Mən isə səni yalandan vurub atdan salacağam yerə. Bundan sonra sən sağ qalacaqsan. Pəhləvanlar danışdıqları kimi elədilər. Şamil elə birinci zərbədən pəhləvanı atdan vurub yerə sərdi. Onu hamı alqışladı. Nənə də cəmaatın arasındaydı. O nəvəsinin meydanda olduğunu eşidən kimi durub saçlarını yola-yola meydana gəlmişdi. İndi də eşidəndə ki, nəvəsi vəhşi öküzlə döyüşmək üçün meydana çıxacaq, yazıq arvad elə oradaca huşunu itirdi. Vaxt yetişdi, şeypur çalındı. Lap axırıncı yarışmanın vədəsi gəlib yetişdi. Vəhşi öküzə isti köz basıb, biraz da vəhşiləşdirdilər və buraxdılar onu dörd bir tərəfi bağlı meydana. Nə qədər elədilər, Şamil meydana çıxmadı ki, çıxmadı. Şamil bayaqki oğlanı bir təhər aldadıb başa salmışdı. İndi Allahın başa düşə bilməyən bu öküzünə necə başa salsın ki, yazıq Şamilin heç balaca pişiyə də gücü çatmaz. Qaldı ki, o boyda vəhşi öküzə. Bunları fikirləşib istədi aradan çıxsın. Şah adamları gördülər ki, Şamil meydana çıxmır, şahın qəzəbindən qorxub onu zorla itələyib meydana saldılar. Şamil titrəyə-titrəyə meydana çıxdı. Qorxudan çatan kimi tutdu öküzün buynuzlarından, buraxmadı. Öküz başını elə silkələdi ki, buynuzu dəydi Şamilin qoynunda gizlətdiyi nar suyu olan şüşəyə. Şüşə sındı və nar suyu dağıldı öküzün başına. Hamı elə bildi ki, öküzü qan götürdü. Öküzün sən demə soğan iyindən zəndi zəhləsi gedirmiş. Şamil də o qədər soğan yemişdi ki, aləmi soğan iyi bürümüşdü. Öküz bu iyidən canını qurtarmağa çalışaraq Şamildən qaçmağa başladı. Amma heç kəs, hətta Şamilin özü də öküzün niyə ondan qaçdığının səbəbini başa düşmədi. Öküzün qaçıb bir tərəfdə dayandığını görən Şamil əllərini qalib kimi göyə qaldırdı. Hamı onu alqışladı. Beləliklə də yarışma sona çatdı. Padşah Şamildən soruşdu: ey pəhləvan, gəl sən bu sirdən bizə agah elə. Necə etdin ki, sən öküzə yaxınlaşan kimi öküzü alqanına boyadın? O səndən niyə belə tez qorxub qaçdı? Belə vəhşi öküz niyə sənə heç nə eləyə bilmədi? Düzünü de. Şamil özünü biraz da öyüb dedi: şah sağ olsun, mən bir neçə dəfə bu öküzlə döyüşmüşəm və onun buynuzlarından tutub yerə çırpmışam. İndi də mən onun buynuzlarından tutan kimi öküzün yadına düşdü ki, onu neçə dəfə buynuzundan tutub yerə çırpan pəhləvan elə mənəm. Buna görə də o qorxudan çəkildi qırağa. Yoxsa burada elə bir sir yoxdur. Padşah Şamilə afərin dedi və ona çoxlu bəxşişlər verdi. Ölkəsinin baş pəhləvanı elan elədi. Sarayın yanında tikdirdiyi böyük bir imarəti də ona hədiyyə elədi. Nənə bir də ayılıb gördü ki, cəmaat onun gömbul nəvəsini çiynində gəzdirir. Bu məsələdən heç nə başa düşmədi. Nağılımız da burada qurtardı. Bu vaxt üzümü tutdum göydən bizə alma atana və dedim: ey sehirli məxluq, göydən o qədər alma tök ki, gömbul Şamil doyunca yesin, bəlkə onda gözü doya.